jurnalistin ad gününde sizi necə hissedirsiniz? Dəriniz əzizim, canım benim, səni ürəkdən təbrik edirəm. Bax, bu çıqqılı yaşında elə belə demədim, ulduz jurnalistimiz. Gerçekten ülkemizde yani tanınmışsan, bu kadar eğer show business nümayendeleri buradadsa deməli sevilmişsən. Mən burada sənin əlini tutmuşamsa, deməli səndən bir dənədir Pəriz. Gece gündüz çıraqla siz, hələ onu gezəcəksiniz. Axtarmaqdan bezəcəksiniz, ondan bir də olmayacaq. Reklama pul verəsəzdə, yaxşı PR biləsəzdə, kainata göndərsəzdə, ondan bir də olmayacaq. Var olacaq, yox olacaq, ondan bir də olmayacaq. Jurnalistlər Sağ olun ki bugün yanındasınız. Düzü kövrək notlara toxunmaq istəmirəm, amma mən Bərdədən Bakıya gələndə sadəcə düşünürdüm ki, arzum idi ki, mən də vaxtsa metroya mineyim. Amma bugün mənim ətrafımda o qədər dəyərli insanlar var ki, hamınıza çox təşəkkür edirəm. Çünki işbirliği olduğum insanlar var, dostlarım var, mütəmadi olaraq çalışdığımız insanlar var. Burada mənim çox dəyərli ailə üzvlərim, qohumlarım var. Hamısını salamlayıram. Çox sağ olun ki, bugün yanımdasınız. Hamınıza kəməndə salmaq istədi, o məni kölə kimi almaq istədi. Son 2-3 qara gözünə, qaşına baxır, gözlərinin yaşına baxır, gözləri qəlbin qara. Çəkə-çəkə qaça-qaça paparazzilərdən, gözlərində parıldayır Gucci, gözələm necə bir ölçü, gərisini toplara obra. Bulut öttü ayhanı, qaşın kimi yayhanı. Bulut öttü ayhanı, qaşın kimi yayhanı. Gəzdin eli obanı.